Değerli şagirdlər, mən MHM Tədris Mərkəzinin Rus dili müəllimi Günel Məmmədova. Bugün keçirilən Rus dili xarici dilindən olan imtahanın izahına baxacaq. Deməli, dinləmə yenə də xatırlatma edirəm ki, olmadığı üçün mən dəqiq sizə cavabını deyə bilməyəcəm, çünki dinləmənin özü yoxdur. Ona görə baxırıq biz 7-ci suala. 7-ci sualımız belədir. В прямом значении, deməli, baxırıq. Прямом значении nə deməkdir? Həqiqi məna. Düzdür? Употреблены выделенные слова. İti bıçaq, bəli, bu həqiqi mənadır. Şaxta özü qəddar ola bilməz, bu məcazidir. Ki olan variantları çıxırıq, əzizlərim. Soyuq, bəli, hansısa bir məkan falan ola bilər, ona görə bu həqiqi mənadır. Yenə də artıq B ilə Y variantı arasında qalırıq. Sadəcə nəyə baxırsınız? Dərin, sir hansısa bir olmur. Dərin okean ola bilər, məsələn, dərin quyu ola bilər, o həqiqi olardı. Ona görə 5 olan variantı da çıxırıq, qalır ancaq Y variantımızı. Burada əlbəttə ki, bürüncdən olur, materialı göstərir həmin o qəpiyin. Podlinny sözü bilməliyik. Mən şagirdlərə də demişdim ki, bu söz tez-tez düşən sözlərdən biridir. Podlinny həqiqi mənasındadır. Sizdə antonim soruşmur. Antonim soruşsaydı, поддельный, yəni falşivi mənasında olardı. Прекрасно, əla, gözəl, möhtəşəmdir, getdi. Yəni hansısa bir vaxtda, yəni çox da mütəmadi olmayan, sonra maraqlı və həqiqi də elə A variantı da olacaq. Sonra учитель поставил оценку. Baxırıq, поставил оценку, qiymət qoyub. Burada sual veririk. Kimə qiymət qoyub? Дательный падеж. Дательный падежdə də ancaq ученику, u şəkilçisi muşskой rod дательный падежи göstərir. Burada. Sonra полезный bizdə faydalıdır. Baxırıq ki, antonimini istəyir. Yaxşı getdi, rahat getdi, lazımlı, zəruri getdi, sağlam getdi, ziyanlı. Elə antonimi də olacaq. Sonra baxırıq novella, roman. Bu da elə bir epiçiski roddur, epik növlərə aiddir. Burada poeziya getdi, poema, skulptur heç uyğun deyil. Drama, kartina getdi, avtor, legenda getdi. Hekayə və povest olacaq B variantı. Baxırıq svetləyə, bu sredni roddur. Deməli, sual da özü sredni rod olmalıdır. Adi formada başqa bir şəkilçi, digər şəkilçi yoxdur. Ona görə какое götürəcəyik C variantı. Сегодня я пошел в школу. Так, əgər kimi, başlayana kimi, dərslərin başlayana kimi burada do predloqu olacaq. Do predloqu olduğu üçün bu variantları çıxırıq. Haraya, kitabxanaya V predloqudur. Yenə də iki variant arasında qalırıq. Amma ki, yadda saxlayın ki, daha doğrusu artıq seçmək olardı. İz načala ola bilməz, do načala. Və ona görə götürəcəksiniz za ças. Yəni, oraya getməmişdi. Yəni, dərslər başlamamışdan 1 saat əvvəl. Ona görə götürəcəksiniz Y variantı. Za, do, V. Kollektivə baxırıq. Başqa şəkilçi yoxdur. Ona görə adi drujny olacaq. Drujny yox, drujnych dəyişilib. Onda kollektiv sözü də dəyişərdi. Həmçinin bu da olmaz. Onda kollektiv vom olardı. Və düzgün variantımız elə A variantı olacaq. Və burada da bizim adi zərfimiz, tərzi hərəkət zərfimiz lazım olacaq. Yəni, bir-birimizə yaxşı başa düşürük. Как понимаем, хорошо понимаем. Sonra baxırıq. Vada odur, skala adı, həm də yoxlaya bilərik skala cəmdə. Skamya adı, naga odur, nogi deyə bilərik, yoxlaya bilərik. Daska, doski odur, trava adı, travı deyə bilərik. Strana adı, valna odur, volны deyə bilərik cəmdə, elə yoxlaya bilərik. Qalava, головы, sava, sovı. Hər ikisi o ilə olan ancaq D variantıdır, əzizlərim. Sonra səslər azdır hərflərdən, distansiya səs çoxdur, piyasa eynidir, yanvar eynidir, peniya səs çoxdur. Səs az olan B variantıdır, çünki məhki znakı eşitmirik. 17-ci suala baxırıq. Yenə həm şəkil kimi, bir gün əvvəl də demişdim ki, bu sözlər tez-tez düşən sözdür. Biografiya ilə portret. Описание чьей-либо жизни. Bəli, yəni avtobiografiya olsaydı səhv olardı, çünki avtobiografiya sırf özünündür. Getdi, pamятник, bəli, skulptura, soorужение varsa götürürük. Diskusiya, müzakirə nəyinsə, bəli, düzdür. Bayramda düzdür. Portret
Uşaqlar, человек sözü burada olmalıdır. Природа olanda, təbiət olanda bu peyzaj olacaq, portret olmayacaq. Ona görə elə C variantında götürəcəyik. Obüv, yadda saxlayın, V mərkəzinə qadın cinsidir və tək cinsə olur ki, cinsə görə də verilir və burada mənaya təmiz ola bilər, getdi. İdman ayaqqabısı ola bilər, yay ayaqqabısı və yeni, amma yaşlı yox. Əgər siz köynə mənasını istəyirsinizsə, onda staraya deyə bilərik. Пожилая isə sırf insana aiddir. Məsəl üçün, пожилая женщина deyə bilərik, yaşlı qadın deyə bilərik. Lишнее слово, hamısı daha doğrusu meyvələrdir. Sonra təsir ocaqlarıdır, getdi, səhər yemək, süd məmulatları getdi, ağac növləri getdi. Çaşka, stakan uyğundur, amma bu mürəbbədir, bu artıqdır, ona görə B variantını götürəcəksiniz. Baxırıq burada idmanda və pozavçira, yəni dünən yox, sırağa gün. Завтра ilə əlaqəsi yoxdur, vçira ilə əlaqəsi yoxdur. Sonra əgər niyet deyirsə, niyə bu cümləni təzədən desin ki, yox, dünən var idilər orada. Daha doğrusu sırağa gün və vçiradan söhbət getmir. Elə C variantını götürəcəyik. Yəni deyir ki, onlar dünən, daha doğrusu sırağa gün yarışlarda olublar. Deyir, əlbəttə, onlar sırağa gün yarışlarda olublar. Sonra baxırıq. Proyekt Centra Geydraliyev был разработан. Kim разработан? Yəni kim tərəfindən? Bu arxitektorun tворительный падеж мужской род ом şəkilçisi olacaq. Bu isə tворительный падеж ım şəkilçisi olacaq. Ona görə C variantını götürəcəksiniz. Sonra burada deyəsən səhvləmirəmsə 2 yazılıbdır, bəli. Görünmür. Bəli, ki ilə başlayırıq niyə? Çünki ilk dəfə onun o cümlədə ümumiyyətcə süda ilə başlaya bilmərik. Çünki bilinmir nədən söhbət gedir. Etimlə başlaya bilmərik bu qoruqda. Hansı qoruq? Bir məlumat olsun. Poetmu məhz buna görə nəsə bir məlumat verirsin, sonra məhz buna görə də ki ilə olanda ancaq B variantıdır. Elə bunu da götürəcəyik. Sonra belə bir maraqlı bizim mətnimizdir. Hətta əvvəlki cümlələrdən də, açar sözlərdən də bilmək olar ki, mətn əsas fikri nədir? Belə bir festivaldir. Festival necə keçirilir və s. Ondan söhbət gedir. Первый festival. Baxırıq, первый festival harda yazılıb? Gördünüz? На территории Gədəbeyskого rayonu. Aha. Gədəbeyski rayon. O ərazidədirsə, elə bunu da götürəcəksiniz. Sonra baxırıq. В ходе проведения фестиваля gedişatını soruşur da. В ходе проведения, во время проведения eynidir. Görürsünüz, etnografiические поселки с разноцветными шатрами. Bu hissəni də elə götürəcəksiniz. Sonra baxırıq. Ne соответствует, mətnə uyğun deyil. Baxırıq. Pesnya na sazi. Burada var. Məlumat var idi, getdi. Жили в шатрах, bəli, bayaq şatra. Таких шатрах, bəli, burada yazılmışdı. Sonra на высоте более 2000 metrов. Bəli, bu məlumat var idi. Расположены, находились eyni şeydi. Və с 2019 года, bəli, sırf 2019-dan. Baxırıq. Əgər proшлый vek deyirsə, məsəl üçün, indi biz deyirik 21-ci əsrdir, düzdür? Proшлый vek olacaq 20-ci əsr. Burada isə, baxın, 19 veki deyir. Deməli, səhvdir. Bu artıq proшлый vek sayılmayacaq. Bu fikirdə səhv fikir olacaq. Основная мысль artıq dedik ya əvvəldə yaxırda olur çox vaxt основная мысль. Bu dinləməyə də aiddir, mətnə də aiddir. Sırf bu festivalin keçirilməsi nə üçün? Xalq adət-ənənələri qorumaq üçün. Близко, baxırıq ikinci abzasda. Nedaлеко sözü. Elə burada onu yazırsınız. Sonra birinci, yəni bir nəsildən digər nəsilə keçirilən tradisiyadır. 29-da isə uşaqlar necə yaza bilərsiniz? Deməli, также организуются ярмарки, где bu hissəni elə bir. Turisti иностранцы ilə əvəz eləyə bilərsiniz, əcnəbilərlə. Ya гости из других стран deyə bilərsiniz. Приобрести əvəzinə получить deyə bilərsiniz. Уникальный əvəzinə редкие.
deyə bilərsiniz. Yəni bunları siz əvəz eləyə bilərdiniz. Və baxırıq 30-cu suala. Как вы считаете, нужно ли проводить фестивали и почему? Burada yəni şagirdimiz yazılıb düzdür, bəzi hərf səhvləri var. Ümumilikdə amma pis deyil, amma bir dənə də nümunə. Yəni burada yazılıb ki, я считаю, что нужно проводить фестивали. Во-первых, можем сохранить свои традиции. Во-вторых, так, появляется şans познакомиться с иностранцем. Bəli. Yəni sırf elə şans var, xariciləri də biz yəni tanış edə bilərik. Amma mən də bir dənə də nümunə yazım. Deyirik ki, я считаю, ya da я думаю. Я считаю. Bir dənə burada yazaq. Я считаю, что фестивали нужно проводить, ya da необходимо проводить deyirik. Нужно проводить. Они deyirik məsəl üçün сохраняют tradisi, adətənləri qoruyub saxlayırlar. Sonra также помогают, yəni həmçinin kimi также помогают в развитии экономики, yəni kömək eləyirlər iqtisadiyyatın inkişafında, развитие экономики, məsəl üçün yaza bilərsiniz. Yenə də kulturu məsələn deyə bilərsiniz. Sonra yaza bilərsiniz ki, а еще, yəni həmçinin, həm də ki, а еще можно познакомиться с туристами из разных стран. Yəni bu da səbəblərdən biri ola bilər. Из разных стран. Hətta belə yaza bilərsiniz. Yəni tək turistlər yox, turist познакомиться с туристами и их культурой, məsəl üçün. И история их страны, и культуры их страны. Bu formada da əzizlərim yaza bilərdiniz.